Sumqayıtda 31 yaşlı qadın həyatını itirib. Hadisə şəhərin bir nömrəli xəstəxanasında qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Humay Nəsirli bir müddət öncə qurdeşənəyi və yanaşı xəstəliklərlə xəstəxanaya müraciət edib. Aparılan müalicə və müayinələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 1994-cü il təvəllüdlü qadın cinsli şəxs 04.03.2025-ci tarixində saat 21:00 radələrində Sumqayıt Tibb Mərkəzinin bir nömrəli şəhər xəstəxanasına hospitalizasiya olunub. Pasiyentə dəqiqləşdirilməmiş sistem qırmızı qurdeşənəyi, birləşdirici toxumanın digər diffuz pozğunluqları zamanı müşahidə edilən respirator pozğunluq, xroniki böyrək çatışmazlığı 5-ci mərhələ diaqnozları təyin edilib. Tibb müəssisəsinin müvafiq şöbəsində aparılan bütün müalicə tədbirlərinə baxmayaraq 11.04.2025-ci tarixində saat 01:40 radələrində pasiyentin bioloji ölümü qeydə alınıb. Meyit təşrihi üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.